Bizon Enerji içkisi markasının böyük maraqla qarşılanan 13 həftə 13 avtomobil tirajlı lotereyasının iyun ayı üzrə şanslıları bəlli olub. Kampaniyanın ilk ay ərzində keçirilən tirajlarda artıq 4 yeni avtomobil öz sahibini tapıb və maşınlar qaliblərə rəsmi şəkildə təhvil verilib. Şəffaf püşkatma nəticəsində iyun ayında avtomobil qazanan şəxslərin adları rəsmən açıqlanıb. Bizondan maşın udan həmin şanslı iştirakçılar birinci tirajın qalibi Fuad Zeynalov, ikinci tirajın qalibi Teymur İsmailov, üçüncü tirajın qalibi Kənan Məlikli, dördüncü tirajın qalibi isə Tahir Allahverdiyev olub. 13 həftə 13 avtomobil layihəsi çərçivəsində həyəcan hələ bitməyib. Hər həftə bir yeni avtomobil oynanılmağa davam edir və hazırda daha 8 maşın öz yeni sahibini gözləyir. Lotereyanın növbəti tirajı 13 iyul 2026-cı il tarixində saat 14:00-da keçiriləcək və Bizon Enerji rəsmi YouTube səhifəsində canlı olaraq yayımlanacaq. Aksiyaya qoşulmaq olduqca bəsitdir. İştirak etmək istəyən şəxslər xüsusi lotereya dizaynlı Bizon məhsullarını əldə etməli və qapağın altında qeyd olunan kodları Promo Bizon az saytından qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan keçən hər bir kod iştirakçıya növbəti avtomobillərdən birini qazanmaq şansı qazandırır.